Müasir dövrün uşaqları televizordan çox telefon, planşet və kompüterlərə baxırlar. Günün çox hissəsini, hətta deyərdim ki, bəzən sabahdan axşama dək müəyyən fasilələrlə texnoloji avadanlıqlardan istifadə edirlər. Bir çox valideynlər övladlarının sakit qalması üçün onların avadanlıqlardan asıllığına göz yumurlar. Bir də onda gözlərini açırlar ki, uşaq ya danışmır, ya yaşına uyğun hərəkət etmir, ya da siyahını uzada bilərik. Çünki texnologiyanın xüsusilə körpələrə zərərləri düşündüyümüzdən çoxdur. Uşaq eşidərək, təqlid edərək və danışaraq inkişaf edir. Bu səbəbdən də biz uşaqlara 3 yaşına qədər ümumiyyətlə televizordan və telefondan istifadə etməyi tövsiyə etmirik. 3 yaşından sonra isə 30-40 dəqiqə maksimum istifadə etməklərini tövsiyə edirik. Və valideynlər unutmamalıdır ki, məktəb dövründə də nə qədər çox uşaq telefondan, televizordan istifadə edərsə, bir o qədər çox diqqət əksikliyi pozuntusu yaşayacaq ki, bu da təhsilə birbaşa təsirini göstərəcək. Valideynlər unutmamalıdır ki, uşağı böyüdən ekran yox, valideynin sevgisi və uşağa qarşı olan münasibətidir. Uşaqlar dostları ilə oynamaq, kitab oxumaq, yaradıcı düşünmək əvəzinə virtual aləmdə yaşayırlar. Bu isə həm emosional, həm də intellektual inkişafı ləngidir. Bəzi şagirdlər dərsdə diqqətini toplamaqda çətinlik çəkir. Telefon və televizordan daha çox istifadə edən uşaqlar əslində əsəb gərginliyi olur, onların psixoloji problemi yaranmış olur. Bu da özünü istər-istəməz dərslə göstərmiş olur. Çünki uşağın yadda saxlama qabiliyyəti, dərsi dinləmə qabiliyyəti, eləcə diqqət dağınıqlığı yaranmış olur. Bu da istər-istəməz təhsil mühitinə aqressiya ilə uşağı gətirir və nəticədə uşağın dərsə marağı, dərsə diqqəti pozulmuş olur. Mütəxəssislər bildirir ki, uşaqların ekran qarşısında keçirdiyi vaxt təkcə ünsiyyətə və təhsilə yox, həm də sağlamlığına ciddi zərbə vurur. Mavi işığa məruz qalmaq, gözdə yanma, batma hissi kimi gələ bilirlər uşaqlara, göz zəifliyi ilə gələ bilirlər uşaqlara. Bundan əlavə düzgün qaydada oturmadıqlarına görə və davamlı boyunu əyib telefona və televizora baxdıqlarına görə duruşlarında da problemlər yaranır, əyilmə şikayətlərlə gəlirlər. Məsləhətimiz valideynlərə odur ki, 2 yaşın altını ümumiyyətlə ekrandan uzaq tutsunlar. Çünki texnologiya müasir dövrün tələbidir. Ondan imtina etmək və ya qadağa qoymaq isə doğru addım deyil. Lakin balacaların gələcəyi ilə yanaşı onların sağlamlığını da düşünməliyik. Asəf Zeynallı, Əli Abbasov, Çinarə Vaqif, Tiri Səhər.